Hər birinizi salamlayıram əziz abituriyentlər, müdavimlər və sertifikasiyaya hazırlaşan müəllimlər. Bugün sizin üçün Albaniya və Atropatena dövlətlərinin deməli oxşar cəhətlərini sadalayacağam. Albaniya və Atropatena dövləti hər ikisi eramızdan əvvəl 4-cü yüzillikdə Makedoniya İskəndəri imperiyasının parçalanması nəticəsində meydana gəldi. Hər ikisinin meydana gəlməsi ilə Azərbaycanın dövlətçilik ənilləri yenidən bərpa olundu. Həmçinin vahid türk xalqının yaranması prosesi başlandı. Hər iki dövlətin ərazisində Kaspi və Kadusi tayfaları yaşayırdı. Həm Albaniya, həm Atropatena dövləti quldar monarxiya dövləti idi. Həm Albaniya, həm də Atropatena dövlətində Makedoniyalı İskəndərin adından kəsilmiş pulları olmuşdu. Həm Albaniya, həm Atropatena dövləti Roma ilə mübarizə aparmışdı. Lakin Atropatenanın Albaniyadan fərqi, Atropatena Romaya qalib gəlmişdi. Albaniya isə heç vaxt Romanı məğlub edə bilməmişdi. Hər iki dövlət Roma ilə diplomatik əlaqələr saxlayırdı. Bundan başqa, hər iki dövlətdə əhali 4 təbəqəyə bölünürdü. Hər iki dövlətdə qul əməyi geniş yayılmamışdı. Hər iki dövlətdə şəhərlər, məbədlərin və deməli ətrafında karvan yolları üzərində yerləşirdi. Şəhərləri hökmdarlar salırdı. Hər iki dövlətdə Yunan yazısı mövcud olmuşdu. Hər iki dövlətdə kiremitdən istifadə olunurdu. Hər iki dövlətdə elm mədəniyyəti geniş yer tutmuşdu. Atropatenada yalnız Yunan yazısı, Albaniyada isə Yunan, Roma və Aramey yazılarından istifadə olunmuşdu. Hər iki dövlət Parfiyaya qarşı mübarizədə Roma ilə yaxınlaşmışdı. Hər iki dövlətdə deməli əhalinin bir qismi Yunan tanrılarına sitayiş edirdi. Yəni Atropatena əhalisinin böyük hissəsi Zərdüştlük dininə sitayiş edirdi. Əhalinin bir qismi isə Yunan tanrılarına sitayiş edirdi. Albaniya dövlətində isə əhalinin böyük hissəsi Yunan tanrılarına sitayiş edirdi. Albaniya və Atropatenaya dövlət deməsək, Albaniya və Atropatenanın oxşar cəhəti desək, alanların yürüşlərini də bura götürə bilərik. Bundan başqa, Albaniyanın Atropatenadan fərqli cəhətləri. Albaniya heç vaxt Romaya qalib gəlməyib. Albaniyada zərdüştlük yoxdur, bütpərəstliyi var. Albaniyada yalnız Yunan yazısı yox, Yunan, Roma, Aramey yazıları olmuşdu. Albaniya həm quldarlıq, həm feodalizm dövründə mövcud olub. Albaniya dövlət ikən alanlar yürüş edib. Bundan başqa, Albaniyada deməli hökmdardan sonra ikinci şəxs Ay məbədinin kahini olub. Albaniyada yerli pullar da kəsilib, Atropatenada isə yerli pullar olmayıb. Atropatena Selevkilərdən asılı olub, Albaniya yox. Atropatenanın varlığına köhnə 6-cı sinif dərsliyinə görə Parfiya dövləti son qoyub, Albaniyanın varlığına isə Ərəb xilafəti. Bundan başqa Atropatena Azərbaycanın cənubunda, Albaniya isə şimalında yaranıb.